Selamünaleyküm ve rahmetullahi ve berekatü. Değerli izleyicilerimiz, deməli, super təkliflə qarşınızda çıxmışıq. Deməli, Balakan şəhərində İvanovka, Püştətala, Qələbəli və Körtala, İttala yolu istiqamətində düz yolun kənarında 2 hektar 20 sot torpağımız var. Yolu göstər qardaş. Bax, belə də göstər qardaşım. Ay sağ ol. Deməli, bu yoldan həm Zaqatalaya marşrutlar gedir, həm Balakana marşrutlar gedir, həm də taksilər gedir. Yəni benzinlə işləyən nə varsa hər şey keçir. Bax, internet xəttini göstər. Ay sağ ol. Elektrik xəttini göstər. Bax, elektrik xəttini, hər bir şey. Düz yolun kənarında keçsəm, inşallah torpağa, ətraflı torpağa. Biraz zəhmət olmasa. Deməli, elə deyirəm, düz yolun kənarında. Bura İvanovkaya yaxın, İvanovka gedir bura belə, hamı Ivanovka kimi tanıyır. O başından da dəmir yol xətti keçir, yaxınlığından. Düz trasın kənarında gəlin. Deməli, 180 dənə təxmini olaraq 180-dən, amma deyəsən çoxdur, amma təxmini 180 dənə deyirəm. Fındıq ağacı var, çox gözəl, gəlirli, qəşəng, sərgəli bağdır və ən əsası əkin üçündə qəşəng sahəsi var. Gəl zəhmət olmasa qardaş. Baxın, qəşəng, suların əkilmiş fındıq ağaclarıdır. Keçəyin açıq sahəyə. Deməli, qardaş, sahəni göstər. Belə açıq. Əkin üçün qəşəng sahəsi də var. Ot üçün, yonca üçün, qarğıdalı, buğda, arpa üçün ideal bir yerdir. Baxın, içində dediyimiz kimi təxmini 180 dənə fındıq ağacı var. Düz yolun kənarında gələcək üçün ideal yerdir. Nəyə görə? Bütün cəmaət o yanları ev tikməyə başlayıblar. Ola bilər ki, Allah ölkəmizi, dövlətimizi qorusun. Yeni bir sərəncam çıxartdı. Buna bəlkə gələcəkdə ev də tikə bilərsiniz. Amma torpağımız təsərrüfat təyinatlıdır. Gəl qardaş, gəl. Deməli qardaş, bax. Gəlgənlə qəşəng ağaclar. Bir daha demək istəyirəm ki, qiyməti 2 hektar 20 sot, 180 dənə ağacla bir yerdə əkin üçün ideal sahəsi ən azı 200-300 pres verir. Ən azı deyil amma, ən azı bu. Yəni də lap yuxarı verir. Yolun qırağı qiymət 60 minə təklif olunur. 60 min manat. Reallıq olsa qəşəng bu bağın ortasında oturub təşkil eləyərəm laf. Samavar da qoyarıq, qiymətdə qardaşınız şirin endirim eləyəcək. Bir daha demək istəyirəm ki, qaz, interneti, elektrik hamısı qabağına keçir. Zaqatala, Balakan marşrutları bunun qabağından keçir. 2 hektar 20 sot torpaq, 60 min manat. Gəlin alın, razı qalın. Allah muhafizə mülkümüzə bərəkət versin. Esselamu Aleyküm və Rəhmətullah.